Hamıya salam dostlar, mən Vasif. Yeni YouTube videosuna xoş gəlmisiniz. Bu videoda jugutla ev şəraitində eləyə biləcəyiniz qol qabağı, qol arxası, biceps, triceps məşqini baş salacağam. Bu məşq şəraiti olmayanlar, vaxtı olmayanlar üçün evdə edə biləcəyiniz məşqlər olacaq. Keçək məşqə. Deməli dostlar, jugutla birinci qol qabaq eləyəcəyik. Birinci hərəkətimiz jugutla hammer curl olacaq. Məndəki jugut biraz uzundur. 3 metr, 3-4 metr arasıdır. Sizə 2 metr polunu bəs eləyəcək. Mümkün qədər jugutun baş hissələri bizə lazım olacaq. Jugutun baş hissələrini salırsınız ayağınıza və mümkün qədər daram olsun, dar olsun. Nə bacarırsınızsa dar olsun. Qoydunuz, qoya bilsəm. Tutdunuz maltok kimi, hammer curl kimi. Yuxarıda sıxışdırırsınız, mümkün qədər dar, biraz aşağı düş. Dar eləyirsiniz və yuxarıda sağ, sol. Və yuxarıda 1 saniyə sıxışdırırsınız, çünki bədənimizdə əlavə çəkid yoxdur. Qolları ancaq stres eləyirsiniz. Sıxışdırırsınız, salırsınız. Sıxışdırırsınız, salırsınız. Və mümkün qədər yenə deyirəm, jugutu dar eləyin ki, jugutun direncini qollarınızda hiss eləyəsiniz. Birinci hərəkətimiz malatok kimi jugutda hammer curl girəcəyik. 5 set hər qola mümkün qədər 10-15 təkrar aralığında birinci hərəkət kimi bunu məşqlərə əlavə eləyirik. Deməli, bicepsimizin, jugutla bicepsin ikinci hərəkəti squat kimi oturaq vəziyyətdə squat işləyəcəyik. Jugutu belə salıb, yəni elə bir şeyə çəkin ki, sizi dartmasın. Burada çökürsünüz dizə, yenə də jugutu dar hissədən tutursunuz. Dirsəklərinizin bu hissəsini dizinizin oynaqlarına tuzdurursunuz. Eyni qaydada yenə malatok kimi sıxışdırırsınız qolları, açırsınız və yenə də jugutu daram eləyirsiniz. Baxın bu vəziyyətdə. Çıxdınız, buraxırsınız. Və hərəkət eləyəndə yəni tələsməyin. Çünki yenə dediyim kimi əlavə qan tel və yaxud bar olmadığı üçün qolları maksimum hiss eləmək üçün hərəkəti neqativ eləmək jugutda önəmlidir. Sıxılır, buraxırsınız, sıxışdırırsınız, buraxırsınız. Yenə də elə bir məsafə seçin ki, oranı çək. Elə bir məsafə seçirsiniz ki, yəni jugut ora otursun. Yəni dala qabaq eləyib sizi narahat eləməsin. Bu hərəkəti də 5 set 10-15 təkrar aralığında ikinci hərəkət kimi qol qabağı məşqinə əlavə eləyirsiniz. Qol qabağının iki hərəkətini baş saldıq jugutla. Axırıncı hərəkət curl kimi bu formada girəcəyik. Jugutun orta hissəsini salırsınız ayağınızın altına. Yenə həmişəki olduğu kimi, o birisi hərəkətlərdə olduğu kimi daram eləyirsiniz. Əllər çöldən, yenə də negativ təkrarlarına sıxışdırırsınız, salırsınız, sıxdınız, salırsınız. Bu. Bayaq dediyimiz kimi, əlavə bir çəki olmadığı üçün jugutun direncliyini hiss eləmək üçün hərəkətləri negativ eləyirsiniz ki, qolunuzda maksimum hissiyat olsun. Bunu da biceps məşqinin son hərəkət kimi məşqlərə əlavə eləyirsiniz. 5 set hər qola 10-15 təkrar eləyirsiniz. Qol qabağına 3 hərəkət oldu. İndi də sizə qol arxası üçün hərəkətləri göstərəcəm. Keçək qol arxasına. Qol qabağını baş saldıq. 3 hərəkətdən ibarət oldu. İndi keçək qol arxasına. Qol arxası üçün yenə bizə jugutun orta hissəsini ev şəraitində indi tapa biləcəyiniz bir hündürlükdə, maksimum sinə hündürlüyü bəsdir. Bura jugutun orta hissəsini ilişdirirsiniz. Qol qabağında olduğu kimi jugutu mümkün qədər daram eləyirsiniz ki, ağırlığı, stresi qollarınızın arxasında hiss eləyəsiniz. Burada elədiyimiz isə jugutla pushdown hərəkət eləyəcəyik. Daram tutdunuz, dirsəklər mümkün qədər içəridə uşuqdurursunuz. Aşağıda sıxışdırırsınız və jugutu buraxırsınız. Bu. Mümkün qədər sıxışdırırsınız ki, yenə dediyim kimi, bədəndə əlavə çəki, qola verə biləcəyiniz əlavə stresi olmadığı üçün mümkün qədər jugutdan faydalanırsınız. Daram sıxdınız, 1 saniyə, 2 saniyə sıxışdırırsınız və buraxırsınız. Negativ. Sıxdınız, sıxa-sıxa da qolları buraxırsınız. Tricepsin birinci hərəkəti pushdown olaraq bunu eləyirik. Sıxışdırırsınız. 5 set 10-12 təkrar aralığında birinci hərəkət olaraq məşqlərə əlavə edirsiniz. Keçək ikinci hərəkətə.
Qol arxasının jugutda ikinci hərəkəti yenə də belə bir stoyka tapırsınız. Jugutun orta hissəsini qoyursunuz ora. Kickback hərəkətini eləyəcəyik. Mümkün qədər aşağıdan və row vəziyyətində əyilirsiniz. Dirsəkləri maksimum arxaya çəkirsiniz. Yenə də o birisi hərəkətlərdə olduğu kimi jugutu daram eləyirsiniz. Çəkdiniz, arxaya sıxışdırırsınız, eyni qaydada buraxırsınız. Baxın, bu. Sıxdınız, burax. Sıx, burax. 10 təkrar sol ələ, dayanmadan 10 təkrar da sağ ələ. Və yaxud bunu ikisi ilə bir yerdə də eləyə bilərsiniz. Belə. Və yaxud bir dənə sol, bir dənə sağ. Bir dənə sol, bir dənə sağ. Belə də eləyə bilərsiniz. Kim necə istəsə eləyə bilər. Bu da trisepsin ikinci hərəkəti olaraq 5 set, hər qala 10, 12 təkrar. İkinci hərəkət kimi məşqlərə əlavə edirsiniz. Son bir hərəkətimiz qaldı, onu da göstərək. Deməli dostlar, trisepsimizin son hərəkəti yenə jugutu orta hissəsini ayağınıza qoyursunuz. Əllər daram. İstəsəz solla başlayın, istəsəz sağla başlayın. Əlinizi maksimum qaldırırsınız bura. Bu vəziyyətdə extension edirsiniz, triceps extension. Yenə də jugut dar, yuxarıda sıxışdırdınız, açırsınız və salırsınız. Bu. Mümkün qədər yenə də jugutu daram eləməyə çalışın ki, qollarınıza maksimum şiddəti, stresi verə bilərsiniz. Sağ qutarandan sonra keçirsiniz sola. Eyni qaydada dirsəklər içəri belə açmırsınız və yaxud belə fantastik şeylər eləməyin. Mümkün qədər içəri sıxışdırırsınız bu vəziyyətdə. Bunu da eyni qaydada 5 set hər qola 10-12 təkrar vurursunuz. Və yaxud istəsəz bunu yenə ikisi birində belə də eləyə bilərsiniz. Və yaxud bir dənə sol, bir dənə sağ eləyə bilərsiniz. Kim necə istəsə elə eləyə bilər. Jugutla qol-qabağı, qol-arxası məşqini paylaşdıq. 3 dənə qol-qabağı oldu, 3 dənə qol-arxası hərəkəti oldu. Hər biri 5 set 10-12 təkrar aralığında eləyəcəksiniz. Bu məşq şəraiti, vaxtı, imkanı olmayanlar üçün evdə edə biləcəkləri qol-qabağı, qol-arxası məşqidir. İnşallah növbəti videolarda bunun sinə üçün, çiyni üçün və kürək üçün olanlarını da paylaşacağım. Belə videoların davamı üçün videonu bəyənib abunə olmağı unutmayın. Fikirlərinizi rəy bölməsində mənimlə bölüşərsiniz.